Bugünkü mövzumuz satışda geniş yayılan adaptogenlər bitkisel preparatlardan olacaqdır. Bu sağlamlıq trendi nədir, kimə lazımdır və elmi baxımdan nə qədər təsdiqlidir? Bu haqda geniş müzakirə edəcəyik. Çünki çox zaman bitki əlavəsidir, hamıya keçər kimi təqdim olunur, amma biz onun elmi tərəfini bilmirik. İlk öncə adaptogen termini nə deməkdir? Sonra isə hansı şərtlərdə düşünülə bilər, bu haqda danışarıq. Başlayaq. Adaptogenlər termin olaraq ilk dəfə 20-ci əsrin ortalarında Sovet tədqiqatçılarının ideyasına irəli gəlib. Bitki mənşəli maddələrin stressə qarşı müqaviməti artırmaq, hormon və neuroendokrin sistemi dəstəkləmək kimi təsir göstərməsi kimi təklif olunur. Məsələyə baxış isə belədir. Adaptogenlər stressə cavab sistemini, hormonları, sinir sistemini, immun sistemini modulyasiya edə bilər. Həmçinin bədənə adaptasiya olmaqda köməklik göstərə bilər. Endokrin sistemə isə təsiri üzərində məhdud sayda, amma bəzi tədqiqatlarda mövcuddur. Qeyd etmək lazımdır ki, adaptogenlər vitaminlər, mineral maddələr kimi standart funksiya ilə işləmirlər. Onların tərkibi qarışıq olduğuna görə təsirlər də mürəkkəb olur və sistemlərə təsiri də müxtəlif ola bilər. Kimlər üçün düşünülə bilər və nə zaman ehtiyat olunmalıdır? Belə adaptogenləri kim nəzərdən keçirə bilər? Biraz da bundan danışaq. Ümumiyyətlə, uzun müddətli stres altında olanlar, İş və ya özəl həyatında həyat tərzi səbəbindən yanmış, burning hissiyatı yaşayan insanlar, yorğunluq, bərbada çətinlik, yuxuda keyfiyyətin olmaması və müxtəlif bərpa seanslarının nəticə verməyən insanlarda istifadə oluna bilər. Amma stres hormonu, kortizol yüksək ola bilən hallarda tiroid hormon problemlərində mütləq diqqətli olmaq və yalnız həkim endokrinoloqla məsləhətdən sonra başlamaq bilərsiniz. Ehtiyatla yanaşılmalıdır müxtəlif hormonal xəstəliklərdə. Endokrin xəstəlikləri özündə və ailəsində olanlarda hipotireoidizm, adrenal çatmamazlıq, hormon terapiyası alan insanlar çox diqqətli olmalıdır və həkim tövsiyəsi olmadan istifadə edə bilməz bu preparatları. Dərmanlar istifadə edən insanlarda düşünməlisiniz ki, digər dərmanlarla da bu bitki əlavələri qarşılıqlı təsir göstərə bilərlər və işi də daha da çətinləşdirərlər. Hamiləlik və laktasiya dövründə istifadəsi haqqında məlumatlar yoxdur və əsas məsələ odur ki, bu preparatlar heç vaxt həyat tərzi əsaslarını, yəni yuxunu, balanslı qidanı, fiziki aktivliyi və stresin idarə olunmasını əvəz edə bilməz və elmi sübutların və az olması isə bu ona görədir ki, mövcud mənbələrdə göstərir ki, bunlar model orqanizmlərdə hüceyrə səviyyəsində stres cavablarına kəfil olan zülalları modulyasiya edə bilir. Ancaq aparılan tədqiqatlar göstərir ki, bunlar çox cüzi hallarda yardımcı ola bilər insanlara. Yəni stresin idarə etməsini və həyat şəraitini normallaşdırmayan insanların sağlam həyat tərzinə keçməyən insanlarda bu preparatlar heç bir fərq verməyəcəkdir. Qeydimiz odur ki, bütün böyük endokrin cəmiyyətlərin verdiyi xüsusi bir spesifik klinik praktik təlimatlar yoxdur və ona görə də belə preparatları bitkisel qarışıqları istifadə etməmişdən öncə mütləq və mütləq endokrinoloqla danışmaq lazımdır. Çünki tədqiqatların uzun müddətli təhlükəsizliyi və effektivliyi üzərində qurulduğuna görə bu preparatlar üzərində də bu tədqiqatlar aparılmadığına görə hələ onların təhlükəsiz olduğu, yəni düşündüyünüz kimi deyil, bitkisel preparatlar zərərsizdir. Buna tam qarantiya vermək olmaz və onunla bağlı əgər yanaşı bir probleminiz varsa, həkim nəzarəti olmadan bu preparatların istifadəsi əks göstərişdir. Özünüzə yaxşı baxın və bu videonu hər kəsə bir məsləhət edən, müxtəlif preparatlarını reklam edən dost tanışlarınıza göndərməyi unutmayın. Suallarınızı isə şərhlərdə yazın.